Salam, mən Aysel. Əslində bir qisminiz məni tanıyırsınız, amma yenə də mən bir balaca özümü təqdim edeyim ki, bəlkə səhifəyə yeni gələn izləyicilər olar, məni tanımaq istəyər. Adım Aysel, Milli Aviasiya Akademiyasının Hüquq Fakültəsi məzunuyam və hal-hazırda da Bakı Dövlətdə magistr təhsil alıram, əmək və sosial təminat hüququ. Əslində buraya atılmaq heç fikrimdə yox idi. Sadəcə bir belə deyək, qeyri-peşəkar video hazırladım və o videodan sonra onu paylaşmaq qənaətinə gəldim. Düzdür, bu qədər izlənəcəyini düşünmürdüm. Heç fikrimdə yox idi, belə bir planım yox idi. Amma bu qədər izlənəndən sonra və çox saylı suallar gələndən sonra hər nə qədər planlarımda olmasa da belə bir video çəkmək istədim. Çünki həqiqətən düzdür, təhsillə, işlə bağlı suallar var, amma şəxsi suallar da var və bu sualları da cavabsız qoymaq istəmədim deyə bugün bu videonu çəkirik. Mənə gələn bir neçə sualı indi cavablamaq istəyirəm. Ən çox gələn sual niyə xaric olundunuz sualıdır. 11-ci sinif buraxılış imtahanından qovuldum, çünki yanımdakı qız kömək istəmişdi və mən də ona kömək eləmək istəmişdim. Bilmirəm, bunu nə qədər kömək adlandırmaq olar, çünki ikimizi də çıxardılar. Pozuntuydu və cəzasını da çəkmək lazım idi. Bir il təzədən hazırlaşdım və təzədən imtahan verdim. Daha çox yaşım, bürcüm və s. soruşanlar olur. Mən ümumi cavab verim. Avqustun 20-si 2002-ci ildə doğulmuşam. Digər bir sual bu idi ki, hər şeyi mükəmməl eləyib niyə yarıda qoydun? Əvvəla düşünmürəm hər şeyi mükəmməl eləyirəm. Məncə heç kim heç bir işi tam mükəmməl eləyə bilməz. Amma yarıda qoyma səbəbim bununla bağlı deyil. Məncə insan xoşbəxt olduğu yerdə olmalıdır, xoşbəxt olduğu işdə olmalıdır, özünü tapmalıdır orada. Mən də bunlara nail ola bilmədim. Düşünürəm ki, özümü xoşbəxt hiss eləyəcəyim başqa işlər tapa bilərəm. Ona görə də yarıda qoydum. Bir digər sual, neçə balla qəbul oldum? Milli Aviasiya Akademiyasına 586 balla qəbul oldum. İkinci il biraz ruh düşkünlüyü yaşamışdım. Həm də həmin vaxt karantin vaxtına düşürdü. Ona görə var gücümlə oxuya bilmədim, belə deyim. Amma yenə də razıyam balımdan. Bir digər sual, o yerə aid olmadığınızı necə anladınız? Bunu anlamaq əslində çox asandır. Yəni, əgər sən özünü orada xoşbəxt hiss eləmirsənsə, orada rahat deyilsənsə və yaxud da gələcəyini bu yolda görmürsənsə, demək ki, sən o yerdə olmalı deyilsən. Yəni, bu çox asandır. Məncə, hər kəs bunu öz-özlüyündə sorğulayıb cavab tapa bilər. Gələcəkdə hüquq üzrə getmək istəyirsən, yoxsa başqa sahə üzrə? Mən yenə hüquq üzrə getmək istəyirəm. Gələcək yönümlü bu sahə ilə bağlı planlarım var. Sadəcə, həmin o planlara gedən yolda bu işlərdən keçməli idim. Ümid edirəm ki, daha uyğun, daha özümü rahat hiss eləyəcəyim bir iş tapacağam və o məqsədlərimə də çatacağam. Bir digər sual, sahə çətin idi, yoxsa özünüzü tapmadınız? Əslində, hər bir sahə çətindir, hüquq da məncə çətindir. Sadəcə olaraq bu işdən çıxmağın heç bir çətinliklə əlaqəsi yox idi. Mən çətinliklərin öhdəsindən gələ bildiyimi düşünürəm. Burada sadəcə məsələ, yenə deyirəm, xoşbəxtlik məsələsi idi, özünü tapmaq məsələsi idi. Bir digər sualda hal-hazırda çalışmırsınızmı? Xeyr, çalışmıram. Hal-hazırda magistr təhsil alıram, videonun əvvəlində də dediyim kimi və semestr imtahanları gəlir, onlara hazırlaşıram və bu sosial şəbəkə üçün videolar, kontentlər hazırlayıram. Bu video əslində heç planımda yox idi, sadəcə şəxsi suallar çox gəlirdi deyə çəkirəm. Amma daha çox videolarım qonaqlarından olacaq və onların fikirlərini bölüşəcəyim videolar olacaq. Növbəti artıq videolarım dəvət elədiyim qonaqlarla birlikdə paylaşacağam. Bir digər sual, Milli Aviasiya Akademiyasını məsləhət bilirsinizmi? Mən əsas öz ixtisasımla bağlı buna cavab verə bilərəm ki, tamamilə məsləhət bilirəm. Çünki düşünürəm ki, Milli Aviasiya Akademiyası hüquq sahəsi üçün çox uyğundur. Birinci kursda, ikinci, üçüncü, dördüncü kursda hər kursun sonunda biz praktikalara göndərilirdik. Prokurorlar, müstəntiqlər, vəkillər, hakimlər, mediatorlar bizə dərs deyirdi və tək nəzəri deyil də, praktiki cəhətdən öyrətmək də bizim üçün gələcəkdə işimizi çox asanlaşdırırdı. Bu baxımdan Aviasiya Akademiyasını həqiqətən məsləhət bilirəm. Digər ixtisaslarda da, yəni mən düşünürəm ki, ən ideal seçim olar Milli Aviasiya Akademiyası. Həyatında keçdiyin çətinlikləri bir an belə olsa, sənə geri addım atmağı düşündürdümü bu çətinliklər? Mənim üçün heç vaxt geri addım atmaq bir seçim olmadı. Birinci dəfə 11-ci sinif buraxılış imtahanından qovulanda da, digər işlərdən çıxanda da heç vaxt geri addım atmağı düşünmədim. Yəni, həmişə ağlımda olan bu idi ki, əgər bu bitdisə, buradan çıxdınsa və yaxud da bu imtahandan kəsildinsə, sənin tək yolun var, addımlamaq, irəli getmək. Ona görə heç vaxt geri addım atmaq mənim üçün bir seçim olmadı. Dediyim kimi, əslində bu videonu çəkəcəyimi düşünmürdüm. Sadəcə suallar çox idi və sualların aralarından
belə deyək, daha çox gələn sualları mən cavablamaq istədim. Digər suallar da var, abituriyentlərin verdiyi suallar, necə hazırlaşmaq lazımdır, tələbələrin magistra qəbul olmaq üçün verilən suallar, dövlət qulluğundan bağlı suallar var. Onların hər biri üçün ayrıca video hazırlayacağam. Mən nə psixoloqam, nə psixiatram. Yəni mənim verdiyim sadəcə tövsiyədir və siz təbii ki, bunu həyatınızda tətbiq eləyə bilərsiniz və ya eləməyə bilərsiniz. Bu sizin seçiminizdir. Sadəcə fikirlərimlə razı olmasanız belə öz fikirlərinizi rəy bölməsində yazmağınız mənə xoş olar. Müzakirə eləyərik birgə. Bundan sonraki videolarımızda görüşənədək.